Gülsam əlilliyi olan şəxslərə dəstək ictimai birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili layihəsi çərçivəsində ilk təlimini uğurla başa çatdırıb. 17 nəfərin qatıldığı təlimin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq göstərən baxıcıların bilik və bacarıqlarının artırılması, onların gündəlik qayğı prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək olmaq, eləcə də müasir yanaşmalar və praktik üsullar barədə məlumatlandırmaqdır. Təlim zamanı iştirakçılara əlilliyi olan şəxslərlə düzgün ünsiyyətin qurulması, gündəlik qayğı və dəstək metodları, psixoloji yanaşmalar, baxıcıların emosional sağlamlığının qorunması və digər mühüm mövzularla bağlı ətraflı məlumat verilib, interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Gülsam İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirir və layihə çərçivəsində növbəti təlimlərin də keçirilməsini planlaşdırır. YouTube kanalımıza abunə olun.